Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti test izahlarımızla dərslərimizə davam edirik. Testlərimiz Güvən nəşrlərindəndir. Güvən nəşrlərinin 5-6-cı sinif testlərindən leksika bölməsinin testlərinin izahına baxırıq. Birinci suala baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Analoji, oxşar, bənzər, uyğun. Bu düz fikirdir, düzgün izahdır. Çünki analogiya sözü, ümumiyyətlə analoji sözü bənzərlik mənasında işlənir. Firon, qədim Misir padşahlarına verilən ad, bu da düzdür. Çətil, söykənəcəyi olmayan sadə stul, bəli. Adi 4 ayağı olan sadə stul olur. Məsələn, biz ona rus dilində tabritka deyirik də. Normalda el arasında bunu tabritka kimi tanıyırlar. Amma əslində Azərbaycan dilində bu sözün mənası çətildir. Yəni, çevrisi, çevrilmiş forması çətildir. Çətil şəklində deyirik biz. Öz milli sözümüzdür. Ona görə bu da düzgündür. Ehram. Məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Ehram məscidlərdə deyil, qədim Misir dövlətində padişahların özlərinin qüdrətini göstərmək üçün, yəni özlərinin böyüklüyünü göstərmək üçün tikdirdikləri sərdabələrə deyilir. Böyük binalar, böyük necə deyim, tikililər tikdirirdilər, ehramlar. Hətta Misir ehramları ilə məşhurdur. Eyni zamanda dünyanın 7 möcüzəsindən biri olaraq ehramlar möcüzələrin sırasında sayılır. Yəni, ehram sözü əslində Misirdə olan bir şeydir. Yəni, Misirdə istifadə olunan bir tikiliyə deyilir. Bunun məscidlə bir əlaqəsi yoxdur. Ona görə cavab variantımız D variantı olacaq. 2-yə baxaq. Oxşamaq sözünün məcazi mənada işləndiyi cümləni müəyyən edin. Oxşamaq sözü uşaqlar iki cür işlənə bilir. Bir, bənzəmək mənasında. Bir də sığallamaq mənasında işlənir. Baxaq görək, mal yiyəsinə oxşamasa haramdır. Bəli, burada bənzəmək mənasında işlənib. Təbii ki, mal yiyəsinə oxşamasa, malın yiyəsinə oxşaması xüsusiyyəti ola bilər. Bu, həqiqətən də ola bilər. Yəni, bu məcazi mənada götürə bilmərik. Xaçın çayı, aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. Deməli, burada küləyin oxşaması verilib. Külək Nəcəfalı kişini oxşadı. Külək həqiqətən kimisi oxşaya bilər. Yəni, əli qolumu var, onun kimisi oxşaya. Yoxdur. Buna görə də biz cavab variantı olaraq B variantını götürəcəyik. Məcazi mənada işlənib. Piri kişi əlləri ilə itin başını oxşadı. Bu, həqiqətən ola bilər. Sən də işdə böyük qardaşını oxşamsan. Bu da təbii ki, həqiqətən ola bilər. Ona görə cavab variantımız olacaq B variantı. Növbəti suala baxaq, 3-cü suala. Cümlələrdən birində yanmaq sözü məcazi mənada işlənmişdir. Üz gözü intiqam hissi ilə yanırdı. Bir meşəyə od düşsə, quru da yanar yaşda. Bədənin dərisi gündən yanmışdı. Sonra buxarıdakı odunların hamısı yandı. Uşaqlar, burada cavab variantımız A variantı olacaq. Çünki deyir, üz gözü intiqam hissi ilə yanırdı. Məyər burada yanmaq həqiqi mənada mı işlənib? Yəni, intiqam hissi ilə yanırdı o deməkdir ki, yəni, bir insan kimdənsə intiqam almaq üçün həvəslənib, necə deyim, istəyir ki, kimdənsə intiqam alsın. Yəni, burada həqiqətən yanmaqdan danışılmır. Ona görə cavab variantımız A variantı olacaq. Bir meşəyə od düşsə, quru da yanar yaşda. Burada həqiqətən yəni yanmaq yana bilər. Meşəyə od düşsə, meşədə quru ağaclar da yana bilir, yaş ağaclar da qurunun oduna yana bilirlər. Ona görə bu da düzgündür. Yəni, məcazi mənada işlənməyib, həqiqətən götürə bilərik. Bədənin dərisi gündən yanıb. Yanmaq burada qaralmaq mənasında işlənib. Təbii ki, yanmaq sözünün iki mənası var. Qaralmaq mənasında, bir də alışmaq mənasında. Burada qaralmaq mənasını ifadə etdiyinə görə bunu da düz götürürük. Buxardakı odunların hamısı yandı. Odunun yanması da həqiqi mənadadır. Ona görə burada da məcazi mənalı söz işlənməmişdir. Cavab variantımız A variantıdır. Sonra sözlərdən birinin leksik mənası yanlış verilmişdir. Kəndxuda keçmişdə Azərbaycan kəndlərində kəndin inzibati işlərini idarə edən şəxs. Bu düzdür. Sonra rəncbər taxıl əkib becərməklə məşğul olan kəndli. Bu da düzdür. İzdiham müdafiə məqsədi ilə düzəldilən tikili. Heybətli qorxu hissi doğuran. Zəhmli, vahiməli. Uşaqlar, cavab variantımız burada C variantıdır. İzdiham çoxluğa deyilir, insanın çoxlu olması. Çoxlu adam gələndə harasa deyirlər ki, məsələn, filan yerdə izdiham var idi, yəni çox insan var idi. Bu, müdafiə məqsədi ilə tikilən tikili qaladır, qala.
müdafiə məqsədi ilə tikilir. Bunun izahı yanlış verilmişdir burada. Ona görə cavab variantımız C variantı olacaq. 5-ci suala baxaq. Çay sözünə hansı şəkilçini əlavə etsək, leksik mənası çay içməyi çox sevən adam olan söz yaranar. Xana şəkilçisi uşaqlar yer məzmunu yaradır. Ç şəkilçisi peşə, iş görən mənasını verir. Dan şəkilçisi də ki, leksik şəkilçi olaraq qab mənasını verir. Çayxana çayın içildiyi və yaxud çayın verildiyi yerə deyirlər. Çayçı da çay dəmləməklə, çay paylamaqla məşğul olan insandır. Çaydan da çayı dəmlədiyimiz və yaxud da qaynatdığımız, suyunu qaynatdığımız qaba deyirik. Çayxor isə xor şəkilçisi bir variantlı şəkilçidir və sevmək mənasını verir. Yəni sözlərə artırılaraq sevmək mənasını verir. Çayı içməyi çox sevən insan anlamına gəlir. Baxaq növbəti suala. 6-cı sual. Aha, hansı bənddən nöqtələrin yerinə məf hecasını əlavə etsək, nazik və ya qalın ip şəklində olan metal məmulat mənasını ifadə edən söz alınar. Məftun anı əgər əlavə etsək, bu sevən mənasını verir. Məftun olmaq, yəni heyran olmaq mənasını verir. Məfkurə sözü fikir sözünün cəm formasıdır. Yəni fikirlər məzmununu verir. Sonra məfhum anlayış məzmununu verir sözə. Hər hansısa bir anlayış, məfhum. Məftil isə bizim cavab variantımızdır. Cavab variantımız D variantı olacaq. Məftil, yəni nazik və ya qalın ip şəklində olan metal məmulat mənasını ifadə edir. Ona görə cavab variantımız 6-da D variantıdır. 7-yə baxaq. Cümlələrdən birində fərqləndirilmiş söz həqiqi mənadadır. Çar ordusu 3 qola ayrılmışdı. Bulağın gözü tutulmuşdu. Avar dili Qafqaz dillərinin Dağıstan qoluna daxildir. Seçki qabağı təbliğat maşını işə düşdü. Deməli, Çar ordusu 3 qola ayrılmışdı. 3 qol, burada qol sözü ümumiyyətlə dedik bədən üzvlərimizin əksəriyyəti çox mənalı söz kimi işlənə bilir, məcazi mənada işlənə bilirlər eyni zamanda, əgər çox mənalılıq yaradırlarsa. Qol sözü burada elə məcazi mənada işlənmiş sözdür. Bizim bu əlimizdə qolumuz olan söz çayın qolu, ağacın qolu və yaxud da məsələn nəyinsə qola ayrılması, yəni başqa tərəflərə ayrılması məzmununda əgər işlənirsə, bu zaman bunu məcazi mənada götürürük. Həqiqi mənada götürmürük. Burada məcazi kimi işlənmişdir. Bulağın gözü, təbii ki, burada da məcazi mənada işlənmişdir. Təbliğat maşını, biz maşın sözünü də dedik ki, minik maşını kimi işlənirsə həqiqi mənadadır. Amma digər sözlərdə maşın mənasında işlənirsə, bu zaman biz bunları məcazi mənada götürürük. Amma dil sözü, uşaqlar, dil sözü danışıq dili məzmununu ifadə edirsə, bu zaman onu həqiqi mənada götürürük. Dil sözü onsuz da həm omonim söz kimi işlənir, həm də ki, çox mənalı söz kimi işlənir. Amonim söz kimi işləndiyi halda biz deyirik ki, mənaları fərqli olur. Ağzımızdakı dillə danışıq dili məna cəhətdən bir-birindən əlaqəsizdirlər. Yəni, tamamilə fərqli sözlərdirlər. Danışıq dili fərqlidir, ağzımızdakı dil fərqlidir. Düzdür, bəzən uyğunlaşdıra bilərsiniz ki, axı biz dilimizlə danışırıq. Xeyr, dillə danışsaq belə, danışıq olan dil fərqli bir anlayış məzmunu, anlayış cəhətdən fərqli bir şeydir. Ağzımızdakı dil isə ət parçasının adıdır. Yəni, ağzımızdakı ət parçasının adıdır. Onunla onu qarışdırmaq olmaz. Ayrı-ayrı məna verirlər. Yox, əgər mən desəm ki, insanın dili, daha sonra desəm ki, məsələn, ayaqqabının dili, qarmonun dili, bu cür istifadə eləsəm, o zaman biz onu məcaziləşdirə bilərik. Yəni, qısası, ağızdakı ət parçası olan dillə danışıq dili bir-birindən amonimdirlər və hər ikisi həqiqi mənada işlənirlər. Ona görə avar dili işlədiriksə burada, işlənilibsə, demək ki, cavab variantımız elə C variantı olacaq. Digərlərində isə yalnız məcazi mənada işlənmişdir. Növbəti suala baxaq. 8-ci sual. Sənət sözünün son sammitini cinciltili qarşılığı ilə əvəz etsək, hansı sözün sinonimi alınar? Sinonim yaxın mənalı sözlərdir, bunu bilirsiniz. Yaxın mənalı sözlər də deyirik ki, deyilişi və yazılışı fərqli, amma məna cəhətdən bir-birinə yaxın və yaxud da eyni olan sözlərə deyirik. Sənət sözü peşə mənasında işlənir. Sənətə biz peşə deyirik həm də eyni zamanda.
Əgər sənət sözü d-la yazılarsa, deyək cingiltili qarşılığı ilə əvəz eləyək, yəni d-ya çevirək. Cingiltili qarşılıqla əvəz olunarsa, bu zaman vəsiqə, kağız, deyirik filan kəsin sənədlərini gətir. Bax, o mənada işlənə bilir. Ona görə cavab variantımız C variantıdır. Peşə, təbii ki, dedik ki, sənət sözü t ilə yazıldığı halda peşə məzmununu verir onsuzdur. Yəni, cingiltili yox, çar olduğu halda əgər işlətsək biz onu, bu zaman peşə məzmunu ifadə eləyə bilər. Sağlamlıq ümumiyyətlə əlaqəli deyil, zəmbil də ki, ümumiyyətlə əlaqəli deyil bu sözlə. Ona görə cavab variantımız olacaq C variantı. 9-cu suala baxaq. Verilmiş nümunələrdən birində nöqtələrin yerinə K hecasını yazsaq, nöqsansız, qüsursuz, bitkin mənasını ifadə edən söz alınar. K, ça. Hə, ça. Deməli, bunu ça kimi oxuyacağıq. Bu da ona görə səhv olur ki, bizdə iki səsi bir hərflə işarə eləyirik axı. İşarə elədiyimiz səslər də ç ilə k-nı da, ç-nı da işarə etdiyimizə görə bu yanlışlıqlar həm məndə, həm də sizdə baş verə bilər. Ça. Deməli, deyir ki, nöqsansız, qüsursuz, bitkin mənasını ifadə edən söz alınar. Bu, kamil sözüdür, uşaqlar. Kamil. Kamil olmaq, yəni hər şeyi, məsələn, bir işdə kamil olmaq. Tutaq ki, deyirəm ki, filan kəs, tutaq ki, işlərində kamildir, həkimlikdə kamildir. Bu nə deməkdir? Yəni, öz peşəsini o qədər dərindən bilir ki, heç bir qüsuru yoxdur, heç bir nöqsanı yoxdur. Yəni, tam şəkildə, bir şeyi tam şəkildə olmaq. Kamil sözü bu mənada işlənir. Ona görə cavab variantımız B-dir. Kamal ağıl mənasında işlənir A-da. Katib yazı işlərindən məşğul olan adama deyirlər. Kağız da ki, bildiyimiz kağızdır. Bunların heç birisindən uyğunluq təşkil eləmir. Ona görə cavab variantımız B variantı olacaq. Gəldik 10-a. Sözlərdən birinin leksik mənası yanlış verilmişdir. Baxaq, niskil, ürəkdə qalan məmnuniyyətsizlik hissi, qüssə. Bu düzgündür. Niskil, kimsə niskillidir. Yəni, kədərlidir, qəmlidir. Hər hansısa bir işi düzgün gətirməyib, bir işdən məmnun qalmayıb. Buna görə niskilli deyirik biz o insanlara. Təvazökar sözü, təvazökar lovğa özündən razı. Əksinə uşaqlar, lovğa özündən razı olmaq, özünü bəyənmək deməkdir. Təvazökar olmaq isə heç kimi özündən aşağı görməməkdir. Yəni, hamını özün kimi görməkdir. O türklərin bir sözü var, alçaq gönüllü deyirlər. Yəni, o kimi, o mənanı ifadə edir. Təvazökar, yəni, heç kimi özündən aşağı görməmək, özünü heç kimdən yuxarı görməmək. Hamını özün kimi görmək, hamıya özün kimi inanmaq. Bax, o mənada işlənir. Təvazökar sözü ilə lovğa sözü bir-birinin antonimdirlər. Əks mənanı verirlər. Ona görə cavab variantımız B variantı olacaq. Sabit, hərəkət etməyən, hərəkətsiz. Bu düzdür, sabit bir yerdə qalan mənasını verir. Etinasızlıq, diqqətsizlik, hörmətsizlik, əhəmiyyət verməmə. Bu da düzgündür. 11-ə baxaq. Əvvəlindəki cingiltili samiti kar qarşılığı ilə əvəz etsək, leksik mənası dəyişən sözü müəyyən edin. Cingiltili deyir ki, əvvəlindəki cingiltili samiti kar qarşılığı ilə əvəz etsək. Demək ki, biz axtardığımız sözün əvvəlində cingiltili samit işlənməlidir. Bax, əslində biz səhər sözünü zəhərlə əvəz eləyə bilirik. Yəni, kardır bu cingiltili ilə. Amma bizdən şərtdə istəyir ki, cingiltilini karla əvəz eləyək. Ona görə A-nı ümumiyyətlə çıxardırıq. Bax, tərs sözü, dərs sözü də var dilimizdə, tərs sözü də var. Burada da kar olduğuna görə bunu da çıxardırıq. Bizdən cingiltilini karla əvəz eləməsini istəyir. Bayraqda payraq deyirik, olmur. Cingiltilidir, amma karla əvəz eləyə bilmirik. Zaman sözüdür burada cavab. Zaman sözü cingiltili ilə başlayıb, z samiti ilə. S-nı qoyduqda yerinə artıq olur saman. Yəni, yeni bir söz yaranır. Saman da ki, quru otlardan düzəldilmiş, topa şəklində olan düzəldilmiş bir qidadır. Onu verirlər heyvanlara qış vaxtında, əksər vaxt qış vaxtında heyvanlara verirlər ki, ac qalmasınlar. Yəni, qışda axı bitki olmur, yaşıl bitkilər olmur, inəkləri və yaxud da digər heyvanları otarmağa apara bilmirlər, otluğa apara bilmirlər. Onun üçün hazırlayırlar onu, xüsusi quru bitkilərdən hazırlayırlar samanı. Gəldik 12-ci suala. Sözlərdən birinin leksik mənası yanlış verilmişdir. Baxaq,
Nikbin həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan. Əksinə uşaqlar, nikbin insan həyata inamla baxan, hər şeyi yaxşı görən, gələcəyin yaxşı olacağına inanan insanlara deyirlər nikbin adamlar. Bədbin sözü isə, bədbin sözü, bax burada verilən izaha uyğun gəlir. Nikbinlə bədbin bir-birindən antonim sözlərdir. Antonimdilər, əks mənalıdırlar. Yəni, bədbin həyatda hər şeyin pis olacağına inanan, özünün depressiyaya salan insanlara deyirlər. Ətrafını da depressiyaya salır, həmişə pis-pis fikirləşir hər şey ki, bunun sonu yaxşı olmayacaq. Bax, elə insanlara bədbin insanlar deyirlər. Nikbin isə gələcəyə inamla baxan, yəni onun əksi olan insanlara deyirlər. Ona görə cavab variantımız A variantıdır. Tezis müəyyən elmi məlumatların formalaşdırılmış lakonik ifadəsi. Bu düzdür. Buxarı, divar içində hörülmüş ocaq. Bu da düzdür. Təvazökar, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olan, bu da düzdür. Bunun onsuz da mənasını bayaqşı testdə izah elədim. Gəlirik 13-ə. Cümlələrdən birində böyük sözü həqiqi mənadadır. Böyük Azərbaycan şairi Səməd Vurğun 1906-cı ildə anadan olmuşdur. Burada böyük sözü şöhrətli mənasında işlənir, tanınmış mənasında işlənir. Həqiqətən cüssə cəhətdən, boy cəhətdən, böyüklükdən söhbət getmir. Ona görə bunu biz həqiqi mənada götürə bilmərik, məcazi mənada işlənib. Texnikaya böyük marağı olan, bax böyük maraq, marağın böyüyü mü olur? Bu sadəcə çox mənasında işlədilib. Burada da məcazi mənadadır. Ən böyük sərvət, böyük sərvət. Burada da sərvətin böyüyü, kiçiyi olmur. Sadəcə olaraq çoxluq mənasını ifadə edir. Çoxluq mənasını ifadə etdiyinə görə bunu da biz məcazi götürəcəyik. D-yə baxaq. Böyük bir daş kəndə gedən yolu bağlamışdı. Bəli, daşın isə böyüyü ola bilər, irisi ola bilər. Ona görə cavab variantımız olacaq D variantı. 14-ə baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Yekdil, fikri, hissi, rəyi bir olan həmrəy. Bəli, uşaqlar, yek sözü bir deməkdir. Fars dilindən dilimizə keçmiş sözdür. Yek bir deməkdir. Dildə fikir mənasında işlənir, eyni zamanda ürək mənasında da işlənir. Yəni, ürəyi bir olmaq, fikri bir olmaq bu mənada işlənir. Yəni, məsələn, bir kollektivin içindəsinizsə, kollektivdə, məsələn, yekdillik nə deməkdir? Yəni, hamı eyni şeyi deyir, hamı eyni şeyi istəyir. Yekdillik bu deməkdir. Təcəssüm, bir şeyin maddi, cismani ifadəsi, təzahürü, bəli. Nəyinsə göstəricisi, bizim, məsələn, öz loru dilimizdə desək, bir şeyin göstəricisi, təcəssüm etdirilməsi, əks etdirilməsi. Təcəssüm sözü əks etdirmə sözü ilə eyni götürülə bilər. Rəşadət, igidlik, qoçaqlıq, qəhrəmanlıq, bu da düzdür. Hətta biz müharibə dövründə də deyirdik, rəşadətdə Azərbaycan ordusu, yəni igid, qoçaq, qəhrəman, mərd bu mənada işlənir. Ona görə C variantı da düzdür. Ruzi, havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi, yel. Xeyr, ruzi sözü uşaqlar, ruzi bərəkət deməkdir, qida deməkdir. Məsələn, Allah ruzisini deyirlər yetirsin kiminsə, yəni iş yerini, pulunu, qazancını yetirsin. Qazanc, ruzi qazanc mənasında işlənir. Bu, ona görə D variantını biz səhv götürəcəyik. Gəldik 15-ci suala. Cümlələrdən birində fərqləndirilmiş söz məcazi mənada işlənmişdir. Ən iti qılıncı cəsur əskərə verirlər. Qılınc həqiqətən iti ola bilər. Ona görə həqiqi götürürük bunu. Qızıl payız. Bax, qızıl payız burada məcazi mənada işlənib. Qızıl sadəcə olaraq bənzətmə ifadə eləyir burada. Rəng cəhətdən. Axı, sarı, qızılı rəngdə olur yarpaqlar payızda. Ağacların yarpaqları, bitkilər qızılı rəngdə olurlar da, sarı rəngdə olurlar. Ona görə qızıl payız deyirlər ona. Əslində isə bu söz məcazi mənada işlənir. Yəni, burada bu ifadə də məcazi mənada işlənir. Əgər biz qızıl üzük desəydik, qızıl sırğa desəydik, bu zaman bunu biz həqiqi mənada götürə bilərdik. Beli götürüb bostana yollandım. Burada bel yeri, torpağı boşaltmaq üçün istifadə olunan əmək alətinə deyirlər. Bu da həqiqi mənada işlənib. Şirin meyvə, D variantında şirin meyvə də həqiqətən şirin meyvə ola bilər. Ona görə bu da həqiqi mənada işlənmiş kimi götürülür. 16. Ayaq sözü hansı cümlədə həqiqi mənada işlənmişdir? Qarın üstə heyvan ayağının izi var. Bəli, heyvanın həqiqətən ayağı olur.
və ayaq izi də burada həqiqi mənada işlənmişdir. Ona görə A variantı ilə həqiqi mənada götürürük. Tapançanın ayağı boşdur. Tapançanın ayağı mı olur? Xeyr, olmur. Sadəcə olaraq bənzərlik əsasında biz məcazili yaratmışıq. Çarpayının bir ayağı sınmışdı. Burada da onun kimi. Arxın ayağı gölə tökülür. Yəni son hissəsi, bitən hissəsi. Bu da məcazi mənada işlənmişdir. 17-yə baxaq. Hansı sözün leksik mənası yanlış verilmişdir? Təkəbbürlü, iddialı loğa. Bəli, uşaqlar, iddialı loğa, loğanın sinonimidir təkəbbürlü sözü. Ona görə bunu düz götürürük. Düz verilib izahı. Səltənət, padişahlıq, hökmdarlıq. Bu da düzdür. Sayğı, hörmət, ehtiram. Bu da düzdür. Divanə olmaq, çox incitmək, cəzalandırmaq. Xeyr, divanə olmaq, dəli olmaq, aşiq olmaq, sevmək mənasında işlənir. Ona görə cavab variantımızı D götürəcəyik yanlış olaraq. Hansı söz ovçu mənasındadır? Səyyar sözü uşaqlar hərəkətdə olan, daim hərəkətdə olan, daim aktiv olan mənasını verir. Səyyarə sözü planet mənasında işlənir. Səyyah sözü isə səyahət etməyi sevən, səyahət edən adamlara deyirlər. Amma səyyad sözü ovçu mənasında işlənir. Bəli, ov edən adama səyyad deyirlər. Cavabımız olacaq B variantı. Növbəti 19-cu suala baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Alaçıq, çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili, çadır. Bu düzdür. Diksiya, sözlərin tələffüz tərzi. Bu da düzdür. Pərəstiş, başqalarının müvəffəqiyyətinə, xoşbəxtliyinə dözməmə, bundan dilxor olma. Xeyr, əksinə, pərəstiş etmə. Kiminsə uğuruna, kiminsə yaxşı xarakterinə və yaxud da kiminsə özünə qarşı olan heyranlıq, hörmət hissidir, heyranlıq, özün də ona bənzəmək istəyirsən. İdealın olur o sənin. İdeal. Pərəstiş etmək bu deməkdir. Kimisə özün üçün ideal kimi götürmək, onu sevmək, onu bəyənmək, daim onu tərifləmək. Bax, bu mənada işlənir pərəstiş. Ona görə cavab variantımız C olacaq. Məşəqqətli, çox ağır, çox zəhmətli, çox əzablı. Bu da düz fikirdir. Məşəqqətli tarix. Azərbaycanın çox məşəqqətli tarixi olub. Yəni, çox əzablarla dolu, əziyyətlərlə dolu tarixi olub. Bunu demək istəyir. Hansı cümlədə fərqləndirilmiş söz həm leksik, həm də qrammatik mənaya malikdir? Baxaq. Doğrusu budur ki, bizlər qədimdən bu dağı, bu çölü etmişik məskən. Doğrusu sözü burada, sözün doğrusu, doğru, düz mənasında işlənib. Yəni, sifət olaraq işlənib. Sifət. Biz də dedik ki, əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənaları olur. Ona görə cavab variantımız elə A variantı olacaq. B-yə baxaq. Şairdir. Görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Görünür sözü burada modal söz kimi işlənib. Modal söz olduğuna görə, güman şübhə bildirən modal söz kimi işlənib. Modal söz olduğuna görə buna biz deyəcəyik ki, yalnız qrammatik mənası var, leksik mənası yoxdur. Doğrusu, yorulub, bezikmədin sən, elə durub ellər deməkdə. Burada da elə təsdiq bildirən modal söz kimi işlənmişdir. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman, salamat qal, dağ, salamat qal. Bəlkə də güman şübhə bildirən modal söz kimi işlənib. Ona görə bunu da biz modal söz olduğuna görə yalnız qrammatik mənası var deyə biləcəyik. Cavabımız olacaq A variantı. Növbəti sualımıza baxaq. 21. Leksik mənası yanlış verilmiş sözü müəyyən eləyin. Baxaq. Etimad, etibar, inam, inanma, bu düzdür. Cəhalət, inkişaf və mədəniyyət, xeyr. Cəhalət əslində cahillik, inkişaf etməmə, inkişafa meyilli olmama, mədəniyyət cəhətdən hamıdan geri qalma, cəhalət buna deyilir. Yəni əslində əks mənasını, mənasını veriblər sözün. Cahillik, cəhalət, yəni mədəniyyətdən kənar qalmaq, inkişaf eləməmək, buna deyirik. Fövqəladə, qeyri-adi, görünməmiş, eşidilməmiş, bu düzdür. Humanist, insanpərvər, insansevər, bu da düz fikirdir. Cavabımız olacaq B variantı. 22-yə baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Vəcdə gəlmək, şadlanmaq,
şövqə gəlmək, ruhlanmaq. Bu düzdür, düz fikirdir. Sonra tərsanə öz dediyindən, öz əməlindən, öz xasiyyətindən əl çəkməyən. Xeyr, tərsanə sözünün öz əməlindən, öz dediyindən əl çəkməyən tərsliklə heç bir əlaqəsi yoxdur. Ona görə bu yanlışdır. Tərsanələr gəmilərdə olur, gəmi tərsanələri. Gəmiyə aid bir sözdür. Yəni bunun tərsliklə əlaqəsi yoxdur, öz xasiyyətindən əl çəkməməklə əlaqəsi yoxdur. Qumru göyərçin cinsindən olan bozquş, bu düzdür. Analoq, eyni təyinatlı, bənzər, oxşar olan, bu da düzdür. 23-ə baxaq. Bağlamaq feilinin məcazi mənada işləndiyi cümləni müəyyən edin. Onları tale bir-birinə bağladım. Məyər taleyin əli qolu mu var ki, kimisə bir-birinə bağlaya? Bu məcazi mənada işlənmişdir. Elə A variantı da cavabımız. Atı atın yanına bağlasan. Atı həqiqətən atın yanına bağlamaq olar. Ağrımayan başa dəsmal bağlamazlar. Bağlamaq, dəsmal bağlamaq həqiqi mənadadır. Ad günü üçün gül dəstəsi bağlatdım. Həqiqətən də bağlamaq olur gül dəstəsini. Ona görə burada da həqiqi mənada işlənmişdir. Növbəti sual 24. Cümlələrin birində quru sözü məcazi mənada işlənmişdir. Atam ağacın quru budaqlarını kəsdi. Deməli, burada həqiqi mənada işlənmişdir. Həqiqətən quru mənasında işlənə bilər burada. Ağac həqiqətən quruya bilər. Ana səsləndi. Mağazadan quru meyvə almağı unutma. Bu da həqiqi mənadadır. Meyvə həqiqətən quru ola bilər. Onun üslubu çox qurudur. Üslubun quru olmasını biz hardan bilə bilərik ki, bu həqiqətən meyvədirmi bu və yaxud da hər hansısa bir parçadırmı ki, bu quru olsun. Burada məcazi mənada işlənmişdir. Ona görə cavab variantımız C variantı olacaq. Qoca quru çörəkləri, burada da çörəyin quru olması həqiqi mənada işlənmişdir. 25-ə baxaq. Hansı sözün leksik mənası yanlış verilmişdir? Ülfət bir-birinə bağlanma, bir-birinə alışma mənasında işlənib. Bu düzgün fikirdir. Risalə hər hansı bir məsələyə dair kiçik kitab, kitabça. Bu da düzdür. Dəstxət birisinin şəxsən öz əli ilə yazdığı mənasını verir. Bəli. Şəxsən öz əli ilə, öz dəstxətti ilə yazmaq. Dəst sözü əl mənasını verir. Xət də elə xət mənasını verir. Dəstxət sözü kiminsə öz əlləri ilə yazdığı mənasını verir. Egoist hərəkətində, davranışında adi, təbii, sünilikdən uzaq olan əksinə. Egoist insan öz hərəkətlərini, öz davranışını bəyənən, yəni özünü bəyənən insana deyirlər. Egoist, mənəmçilik deyirlər. İnsan ancaq özünü fikirləşir. Egoist insanlar. Bax, o mənadadır. Yoxsa sünilikdən uzaq olan, davranışında adi olan, təbii olan insanlara demirlər bunu. Egoist deyil bu sözün mənası. Ona görə cavab variantımız olacaq D variantı 25-də. 26-ya baxaq. Çayın mənsəbi dağın zirvəsindən başladığına görə iti və sürətdə axırdı. Cümləsində məna pozuntusu yaradan sözü müəyyən edin. Deməli, deyir ki, çayın mənsəbi 26-da. Çayın mənsəbi. Uşaqlar, burada dağın zirvəsinin mənsəb sözü ümumiyyətlə bitmə yerinə deyirlər. Bitmə, qutarmaq. Deyir ki, çayın mənsəbi dağın zirvəsindən başladığına görə iti və sürətli axırdı. Əgər çayın sonu, yəni qutaracağı yer, gedib dağın zirvəsində çıxırsa, o necə iti sürətlə axa bilər? Üzü yuxarı mı daha yaxşı axar çay, yoxsa üzü aşağı mı? Aşağı hissəyə. Bu yanlış verilmişdir. Mənsəbi yox, biz mənbəyi deməliydik burada. Mənbə başlanğıc deməkdir. Çayın başlanğıcı dağın zirvəsindən olur, üzü aşağıya doğru axır, mənsəbi də tökülür çayın dağın ətək hissəsinə. Belə desək, əgər bu zaman məntiqi cəhətdən uyğunluq gözlənilmiş olar. Ona görə cavab variantımız elə olacaq. C variantı mənsəb sözü. Gəldi 27-yə. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Egoist həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan adam yanlış verilib. Egoist sözü əslində bu hər şeyə həyatda pis görən, hər şeyə ümidsiz baxan bədbindir. Bədbin sözüdür. Bədbin. Bədbin. Bədbin sözü, bayaq izah elədim, nikbinlə bədbinə. Egoist sözünün izahı deyil bu. Egoist adam özünü düşünən, mənəmlik eləyən insana deyirlər.
Yəni burada bu izahla heç bir əlaqəsi yoxdur. Divanə, ağlını itirmiş dəli, bu düzdür. Cahil, oxumamış, savadsız, nadan, bu da düzdür. Xiffət, fikir, dərd, qüssə, bu da düzgün fikirdir. Düzgün izahlardır. 28-ə baxaq. Dolu sözü hansı sözdən əvvəl işlənərsə məcazi mənalı alınar? Dolu adam. Dolu adam. Niyə? Çünki burada köklük mənasını verir. Köklük. Əgər köklük mənasını verirsə dolu, demək ki, məcazi mənada işlənir. Dolu maşın həqiqətən dola bilər. Qabdır, vedrədə həqiqətən dola bilər. 29. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Yalquzaq, tək, kimsəsiz, tək tənha, təkəbbürlü, iddialı loğa, sayğı, hörmət, ehtiram, müşavir, məsləhətçi. Deməli, cavab variantımız uşaqlar A olacaq, A variantı. Niyə A variantı olacaq? Deməli, yalquzaq sözü uşaqlar canavara deyirlər. Tək tənha gəzən canavara deyirlər, canavar. Yalquzaq canavar mənasında işlənir. Bunun tək kimsəsiz, tək tənha ilə əlaqəsi yoxdur. Ona görə cavab variantımız A-dır. Müşavir, məsləhətçi, məvərətçi, bu da düz kimi. Düz fikirdir, yəni. İzahları düzgündür. 30. Hansı birləşmədəki sözlər arasında məna uyğunsuzluğu var? Çayın mənbəyi ola bilər. Oğlun yaxşısı ola bilər. Çayın mənsəbi, bu da ola bilər. Mənbə ilə mənsəb, mənbə başlanğıc yeridir, mənsəbdir, tökülmə yeridir, yəni son, bitmə hissəsidir. Hər ikisi ola bilər. Uğursuz nailiyyət isə ola bilməz. Uğursuz, uğurlu o deməkdir ki, nəyinsə uğur qazanmaq. Düz, uğursuz daha doğrusu, nəyinsə nail olmamaq deməkdir. Nailiyyəti isə bir şeyə nail olmaq deməkdir. Uğursuz nailiyyət, bu necə olsun? Ya uğursuzluğu ola bilər, ya nailiyyət ola bilər. Yəni, bunlar bir-birinin əks fikirlərdir. Düzdür, bəlkə də bunu məntiqi cəhətdən, əgər bədii üslubda işlətsək, uğursuz nailiyyət, məsələn, ifadə edə bilərik ki, filankəs nailiyyət qazandı, amma bu nailiyyət uğursuz oldu. Bəlkə də müəyyən qədər düşünmək olar. Əslində, bunu verməkdə müəllifin məqsədi nədir? Bu testi qurmaqda, yəni bir-birindən əks fikirlər verib, düzdür, amma bunu biz bədii cəhətdən bədiləşdirsək, şəxsən mən bədiləşdirsəm bunu mən götürə bilərəm. Yəni, bir-birindən əlaqəli bədilik yaratmaq üçün götürə bilərəm bu sözü. Amma yenə də digər variantlara baxanda B variantı açıq-aşkar görsənir. Ona görə elə B variantı cavab olaraq götürürsünüz. Uğursuz nailiyyət. Uğursuz, uğursuzluq deməkdir. Nailiyyəti isə uğurlu olmaq deməkdir. Bunların bir-birindən əlaqəsi yoxmuş kimi də götürün, getsin. 31-ə baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən eləyin. Virus, insan və bitkilərdə yoluxucu xəstəliklər törədən mikrob. Düzdür. Xiyaban, hər iki tərəfə ağac əkilmiş yer, yol. Bu da düzdür. Muzdur, zülm çəkmiş, zülmə məruz qalmış. Xeyr. Muzdur sözü uşaqlar. Muzla işləyən işçiyə deyirlər. Muzla işləyən işçi. Yəni, əməyinin qarşısında, işinin qarşısında pul alan işçiyə deyirlər. Ona görə bu yanlışdır. Loğman, həkim, təbib, bu isə düzgün fikirdir. Düzgün sözlərdir, izahlardır. Ona görə cavabımız olacaq C variantı. 32. Cümlələrin birində fərqləndirilmiş söz həqiqi mənadadır. Bəxtin açılması. Bəxt pəncərə demir ki, açıla. Yəni, burada məcazi mənada işlənib. Ona baxıb gözüm, könlüm açıldı. Gözün, könlün açılması. Könül açıla bilməz. Bu da məcazidir. Bunların indi elə bil gözü açılıb. Gözü açılmaq burada həqiqətən insanın gözünün açmasından söhbət getmir. Burada sadəcə olaraq ayılmaq, hər şeydən xəbərdar olmaq, hər şeyi bilmək, duymaq bu mənada işlənib. Ona görə bunu da məcazi götürürük. Qəflətən qapı açıldı. Qapı isə həqiqətən açıla bilər. Yəni, burada məcazilik yox, həqiqi məna işlənmişdir. 33-ə baxaq. Hansı cümlədə toxundu sözü həqiqi mənada işlənmişdir? Bu sözlər Türkanın könlünə toxundu. Könlünə toxunmaq məcazi mənadadır, təbii ki, burada. Gülay zərif barmaqları ilə xalçanın ilmələrinə toxundu. A isə, bax, burada, bu hissədə toxunmaq, xalçanın ilmələrinə toxunmaq. Əllə toxunursan da xalçanın ilmələrinə, düzdür? Ona görə cavab variantımız elə olacaq B variantı. Əllə nəyəsə toxunur. Sədr söhbət zamanı bu məsələyə toxundu. Məsələyə əlimizlə toxuna bilmərik ki.
Bir də bu məsələ mənə toxunmur. Yəni məsələnin toxunması, məsələ insan deyil ki, onun əli ayağı yoxdur ki, kiməsə toxunsun. Ona görə bu da məcazi mənada işlənib. Cavabımız olacaq B variantı. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Baxaq. Egoizm, özünü hər kəsdən üstün tutma, ancaq öz mənafeyini güdmə, düzdür. Əmanət, saxlamaq üçün birinə müvəqqəti tapşırılan əşya, pul, düzdür. Səriştəsiz, bir işdə bacarığı, təcrübəsi olmayan, bu da düzdür. Sauna, hər hansı bir ərazinin bitkilər aləmi. Uşaqlar, bitkilər aləmi floradır, flora. Flora. Heç bunu L kimi də yaza bilmədik. Flora. Flora bitkilər aləmidir. Bu isə sauna deyil, faunadır. Yəni burada izahı verilən sözdən başqa bir söz də var, fauna. Fauna sözü isə heyvanlar aləminə deyilir. Bir ölkənin flora və faunası, yəni bitkilər və heyvanlar aləmi. Sauna isə fərqli mənada işlənir. Yəni burada ifadə olunan məna ilə onun heç bir əlaqəsi yoxdur. Gəlirik 5-ə. Hansı söz son samitini qarşılığı ilə əvəz etsək, yeni söz alınar. Hansı sözün son samitinin qarşılığı ilə əvəz etsək, yeni söz alınar. Baxaq, sənəd, sənət. Bunu biz bayaq işlədik, bayaqçı testlərin birində var idi. Səhhət deyə bir söz yoxdur. Səbbət deyə bir söz yoxdur. Səhənc deyə bir söz yoxdur. Sənəd və sənəti də bayaqçı testdə, əvvəlki testlərdə izah elədim ki, D ilə işlənəndə kağız mənasını verir, kağız vəsiqə mənasını verir. T ilə işlənəndə isə peşə mənasını verir. 36-ya baxaq. Hansı leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Analoji, oxşar, bənzər, uyğun. Bunu onsuz da əvvəlki testlərimizdə var idi, düzdür. Xəzri, cənub və cənub-şərqdən əsən külək, xeyir. Qərib, yad, özgə, gəlmə məzmununu verir, düzdür. Məzun, hər hansı bir təhsil müəssisəsini bitirmiş şəxs. Bu da düzgün fikirdir. Cavab variantımız olacaq B variantı. Baxaq 37-ci suala. Fərqləndirilmiş sözlərə əsasən doğru fikri müəyyən edin. Ağır daşla ağır adam. Məcazi məna ifadə etmir. Ağır daş, bəli, ağır daşda məcazi məna ifadə etmir. Həqiqi mənada işlənib. Ona görə bir düzdür. Antonimi yoxdur. Xeyr, antonimi var. Niyə yoxdur ki? Ağırla yüngül antonimdilər. Bunun varıdır. Ona görə özdə ortaqlı verilib. Ortaqlı verildiyinə görə bu ümumiyyətlə yanlışdır. Həm həqiqi, həm də məcazi məna ifadə edə bilir. Bəli, ağır adam bir, çəkici həddən ağır olmaq olar, həqiqətən, həqiqi mənada. Bir də deyirəm ki, ciddi adam mənasında, ağır adam. Filankəs ağır adamdır, yəni ciddidir. Əgər ciddilik məzmunu verirsə, mənasını ifadə edirsə, bu zaman biz onu artıq həqiqi mənada yox, məcazi mənada götürürük. Həm həqiqi, həm məcazi məna ifadə edir dediyinə görə, yalnız 3-ə aid etdiyimizə görə bu da düzgün fikirdir. Leksik mənaya malikdir. Hər ikisinin leksik mənası var. Ağır daşında, ağır adamında. Ona görə bu düzgün fikirdir, ortada olmalıdır, həm də ikisinə də aiddir. 5. Amonimdir. Ağır sözü, ağır sözünün amonimliyi yoxdur. Çox mənalılığı var, yəni məcaziləşə bilir. Cavabımız olacaq 1, 3 və 4. D variantı. Baxaq növbəti sualımıza. Cümlələrin birində məcazi mənalı söz yoxdur. Müdirin acı sözləri bizi bezdirmişdi. Deməli, burada acı söz məcazi mənada işlənmişdir. Sözün acısı olmaz ki. Yəni, dadına baxmırıq ki, sözün ki, acıdır, yoxsa şirindir. Bu cəhətdən bunu biz məcazi mənalı götürəcəyik. İnsanlar şirin yuxudan oyanır. Yuxunun şirin olması da məcazidir. Geydiyi qara köynək ona çox yaraşırdı. Köynəyin rəngi bəli, qara ola bilər. Bu, məcazi mənada işlənməyib, həqiqi mənada işlənmişdir. İnsan ucuz hərəkətləri ilə özünü gözdən salmamalıdır. Ucuz hərəkətlər. Hərəkətin ucuzlu və yaxud bahalısı mı olur ki, biz onu ucuz deyək? Sadəcə olaraq burada lazımsız, boş hərəkətlər mənasında işlənir. Ona görə burada da ucuz sözünü məcazi mənada götürəcək. Cavabımız olacaq C variantı. 39-a baxaq. Fikirlərdən biri, Eyler-Venn diaqramının heç bir hissəsinə yazıla bilməz.
yar və mürəkkəb sözləri verilib bizə. Deməli, homonimdir, amonimdir. Mürəkkəb sözü də amonim sözdür. Yar sözü də amonim sözdür. Mürəkkəb çətin mənasında işlənə bilər. Çətin. Bir də qələmin içərisinə tökülən mürəkkəb var, rəng. O mənada da işlənə bilər. Yar sözü də bir, yar məsələn sevgili mənasında işlənir. Bir də yar sözü parçalamaq mənasında işlənir. Parçala. Yəni, hər ikisi amonimdirlər. Bunu ortaqlıq cəhət kimi yaza bilərik bunlara. Daha sonra həm leksik, həm də qrammatik mənaya malikdir. Həm leksik, həm də qrammatik məna. Hər ikisində var. Çünki hər ikisi əsas nitq hissəsidirlər. Sinonimi yoxdur. Mürəkkəbin sinonimi var. Çətin. Niyə yoxdur ki, mürəkkəbin sinonimi? Yar sözünün də sinonimi var. Sevgili mənasında, bir də parçalamaq mənasında. Hər ikisini mən işlədə bilərəm. Deyirəm, get odunu yar və yaxud da odunu parçala. İşlətdim sinonim kimi. Bir də deyirəm ki, yarın gəlmişdi, sevgilin gəlmişdi, sevdiyin gəlmişdi. Bu cür işlədə bilərəm. Eyni zamanda mürəkkəb sözündə deyirəm, mürəkkəb vəziyyət, çətin vəziyyət. Bu cür işlədə bilirəm. Hər ikisinə sinonim kimi götürə bilirəm. Ona görə cavab variantımız olacaq C variantı. Məcazi mənada işlənə bilir? Bəli. Mürəkkəb, məsələn, mürəkkəbi mən necə işlədə bilərəm ki, məcazi məna olsun? Mürəkkəb məsələ. Bu cür işlədə bilərəm, çətin məsələ kimi. Və yaxud da könlünü yarmışdı sanki. Sanki onun könlünü yarmışdılar, yəni parçalamışdılar, parçalamaq mənasında. Məcazi mənada işlədə bilirəm hər ikisini. Cavabımız olacaq C variantı. Sinonimi yoxdur, hər ikisinin sinonimi var. 40-a baxaq. Hansı cümlədə qırmızı sözü həqiqi mənada işlənmişdir? Telli qırmızı danışmağı sevirdi. Qırmızı danışmaq burada kinayəli danışmaq mənasındadır. İki fikirli, iki mənalı danışmaq. Bu məcazi mənadadır. Sədr elə gendən baxa-baxa sən necə qırmızı adam imişsən. Qırmızı yəni arsız mənasında işlənir. Arsız, danışığını bilməyən, hər yerdə istədiyi kimi danışan adamlara deyirlər. Burada da məcazidir. Yox olar qar, boran, günəş də doğar, yetişər qırmızı sevimli bahar. Qırmızı sevimli bahar xoş mənasında işlənir burada. Qırmızı sevimli, xoş, yəni gözəl, isti, bu mənada işlənir. Bu da məcazidir. Zəhranın geyindiyi qırmızı palto ona çox yaraşırdı. Paltonun rəngi qırmızı ola bilər. Bu isə həqiqi mənada işlənib. Cavab variantımız olacaq D variantı. 41-ə baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Sürpriz, gözlənilməyən hədiyyə. Bu düzdür, düz fikirdir. Xoş xəbər, bu da düzdür. Yubiley, bir şəxsin təntənəli qeyd edilən il dönümü. Bəli, bu da düz fikirdir. Dalğıc, gəmini idarə edən yaxud gəmidə işləyən adam. Xeyr, uşaqlar, dalğıc dənizin içərisinə enən, o ayaqlarına da balıq üzgəcləri kimi üzgəclər keçirdirlər. Oksigen balonları da olur bellərində. Onlara deyirlər dalğıclar. Dalğıc. Yəni bu gəmini idarə edən yaxud gəmidə işləyən adam, gəmini idarə edən adama kapitan deyirlər. Gəminin içərisində olur. Dalğıclarsa suyun içinə girirlər. Ondan bu fərqli anlayışdır. Ona görə cavabımız olacaq C variantı. Xəttat, gözəl xətlə yazı sənəti üzrə mütəxəssis. Bu da düzdür. Xəttat, yəni xətti gözəl olan insana deyirlər. Əvvəllər qədim dövrlərdə bu tip insanlardan kitab nəşrləri edən zaman istifadə edirmişlər. Bu insanlar yazırmış kitabları. Əvvəllər o nəşriyyat olmadığı dövrlərdə, yəni qurğular, o nəşr edən qurğular, çap yazıları nəşr edən qurğular ki var, yazan qurğular, onlar olmadığı dövrdə xəttatlar kitab yazmaqla məşğul idilər. Əvvəlki kitablar əl yazıları ilə olub və xəttatların yazısı ilə olub. Elə bir insanları seçirdilər ki, xəttatlığa. Onların xəttləri çox gözəl, aydın olurdu və hamı tərəfindən oxuna bilirdi. 42-yə baxaq. Deməli, deyir ki, cümlələrin birində nöqtələrin yerinə leksik mənası bir yerdə otlayan malqara sürüsü olan toplu isim yaratmaqdır. Yazılmalıdır daha doğrusu. Kəndlilər inək sürüsünü yaylığa apardılar. Böyle, elə budur cavabımız. Sürü. Yəni, bir yerdə otlayan malqara sürüsü olan toplu isimdir. Bu da elə inək sürüsünü və yaxud da inək naxırını da deyə bilərik. Naxır. Hər ikisi uyğun gəlir. Daha çox yəqin ki, güman ki, naxırı götürüblər.
İnək sürüsü, inək naxırı, naxır mənasında işlənir. Çobanlar qoyun sürüsünü dağlarda otarırdılar. Burada da sürü uyğun gəlir. At çəmənlikdə otlayırdı. At ilxısı, ilxı. Bir dəstə ördək göylə uçurdu. Bir dəstə ördək sürüsü. Məsələn, burada da sürü kimi işlədə bilərik biz. Deməli, 42-də əsas məzmun nədir? Deyir ki, bir yerdə otlayan mal-qara sürüsü. Mal-qara sürüsü istədiyinə görə cavabda A variantı daha çox uyğun gəlir. İnək. Sonra 43-ə baxırıq. Leksik mənası yanlış verilmiş söz istəyir bizdən. Vahə, böyük səhra və ya çöl ortasında suyu, yaşıllığı olan sahə. Bu düzdür. Qərib, yad yerdə olan, qürbətdə yaşayan, gəlmə, düzdür. Xudbin, həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan, əksinə, bunun əksinə. Xudbin, həyatda hər şeyi yaxşı görən, gələcəyə ümidli olan, gələcəyə inanan insanlara deyirlər. Ona görə cavab variantımız olur C variantı. Sarvan, karvanı aparan, karvana başçılıq edən şəxs. Buna da bəli, sarvan deyirlər. Bu da düzgündür. Sillogizmi tamamlayın. Müxtəsər sözü həm leksik, həm də qrammatik mənaya malik olarkən vurğu sonuncu hecada olur. Müxtəsər sözü. Burada biz sillogizmdə nə etməliyik? Uyğunlaşdırmalıyıq. Nəticə hissəsinə ikisində də olan fikri yazmalıyıq. Müxtəsər cümlə ifadəsində müxtəsər sözün vurğusu son hecadadır. Deyir ki, son hecada olanda həm leksik, həm də qrammatik mənaya malik olur. Müxtəsər cümlə ifadəsində də vurğu son hecadadır. Demək ki, müxtəsər cümlə ifadəsində müxtəsər sözü həm leksik, həm də qrammatik mənaya malikdir. Cavab variantımız olacaq D variantı. Elə götürməliyik ki, sillogizmi uyğunluq təşkil eləsin. Yəni, 2 dənə verilən fikri, üçüncü fikir tamamlasın. Yəni, üçüncü fikirdə həm birinci, həm də ikinci fikirdən çıxartdığımız nəticə qeyd olunmalıdır. 45-ə baxaq. Hansı sözün leksik mənası yanlış verilmişdir? Bir dəqiqə. Nacahan, gözlənilməyən, gözlənilməz, birdən-birə. Bu düzgündür. Nacahan sözü ümumiyyətlə hal-hazırda dildə çox belə işlənən söz deyil, amma işlətdiyimiz sözlərdəndir də. Nagahan elə gözlənilmədən, gözlənilməz, birdən-birə baş verən hər hansısa bir şey olanda deyilir. Nacahan gəlmişdi, yəni gözlənilmədən, birdən-birə gəlmişdi. Qumru sözü göyərçin cinsindən olan bozquş, bəli, düzdür. Vüsət, bütün yer kürəsini bürüyən dünya miqyaslı xeyir. Vüsət sözü uşaqlar arzuya çatmaq mənasında işlənir. Arzuya çatmaq. Türklər vüslat deyirlər ona, biz isə vüsət deyirik. Bu cavab variantımız olacaq C variantı. Hali olmaqda xəbərdar olmaq mənasındadır. Bu da düzgündür. 46-ya baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Tapınmaq, səcdə etmək, sitayiş etmək, düzdür. Çağ, vaxt, zaman, düzdür. Təcəssüm, bir şeyin maddi təzahürü, ifadəsi, bu da düzdür. Nəyisə təcəssüm etdirmək, əks etdirmək mənasında işlənir. Eyni zamanda aqibət, başlanğıc, giriş, xeyir. Aqibət, axır. Yəni deyirəm ki, bu insanın aqibəti görəsən necə olacaq? Yəni sonu necə olacaq? Bu hadisələrin aqibəti necə olacaq? Sonu necə bitəcək? Bu mənada işlənir. Cavab variantımız olacaq D variantı. 47. Hansı söz ulduz mənasındadır? Bayaq bunu onsuz da demişdim. Səyyarə, planet və ulduz mənasını ifadə edir. Kosmos. Ona görə cavabımız C variantıdır. 48. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Maket, mal satmaq üçün kiçik bina, kiçik mağaza. Cavab elə A variantıdır. Maket, mal satmaq üçün kiçik bina, kiçik mağazaya market deyirlər. Elə mən birinci səhv oxudum bunu. Market deyilir. Maketi isə hər hansısa bir əşyanın kiçik forması, balaca formada yığılması. Maketi. Məsələn, deyirəm ki, tutaq ki, bir bina tikiləcək, həmin binanın maketini hazırlayın, əvvəlcə tanış eləyək mühəndislərlə, mühəndislər baxsın, ondan sonra binanın üzərində işləməyə başlayaq. Yəni, bir iş olacaqsa, onun əvvəlcədən maketini, planını hazırlayırlar. Ondan sonra həmin işi görürlər. Kiçik maketlər, məsələn, təyyarə maketi ola bilər, hər hansısa bir yerin, ərazinin maketi ola bilər.
əşyanın maketi ola bilər. Bu tipli işlənə bilir. Məbəd, ibadətgah, ibadət yeri düzdür. Günbəz, bəzi binaların yarım dairə şəklində olan damı düzdür. Səngimək, yavaşlamaq, azalmaq, bu da düzdür. 49-a baxaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. Asiman, göy səma düzdür. Divanə, ancaq özünü düşünən egoist. Xeyr, divanə dəli mənasında işlənir. Bir də aşiq olan mənasında işlənir. Dəli olmaq, divanə olmaq. Bu mənada işlənir. Cavabımız B variantıdır. Miniatür, zərif işlənmiş kiçik rəsm, şəkil düzdür. Ovqat, əhval-ruhiyyə, keyf, əhval, bu da düzdür. Gəlirik 50-ci suala. Hansı sözün leksik mənası yanlış verilmişdir? Ovqat, birinə göndərilən pay, hədiyyə. Xeyr. Ovqat, əhval-ruhiyyə, keyf, əhval, xoş ovqat mənasında. Məsələn, xoş ovqatım var, xoş əhval-ruhiyyəm var, keyfim yerindədir. Bu mənada işlənir. Sovqatdır bu uşaqlar. Birinə göndərilən pay, hədiyyə, sovqat deyirlər. Sovqat, yadınıza qalsın. Sovqat. İtayət, tabi olma, boyun əymə, sözə qulaq asma düzdür. Boğaz, dənizin iki quru arasındakı dar hissəsi, bu da düzdür. Günbəz, bəzi binaların yarım dairə şəklində olan damı, bu da düzdür. Növbəti sualları da uşaqlar, növbəti videomuzda izah eləyəcəm. Videomuzun dəqiqəsi biraz çox oldu. İnşallah gün ərzində növbəti videomuzun da izahlarını, yəni testlərimizin növbəti qalan izahını da növbəti videoda paylaşacağım. Sağ olun, hələlik.